Dostlar salam. Yeni bir Excel VBA proyekti ilə qarşınızdayıq. Yoldaşlar biz bu faylda, bu proyektdə işçilərin məzuniyyət günlərinin idarə edilməsi ilə bağlı müəyyən prosesləri cəmləmişik. Dostlar bilirik ki, müəyyən şirkətlər var, hələ də müəyyən qurumlar var ki, bu məzuniyyət günlərinin idarə olunması sadə Excellər üzərindən aparılır. Və təbii ki də hər il dəyişdikcə, hər il period artdıqca müəyyən bir periodların artırılması üçün manual işlər görülür. Həmçinin hər hansı bir işçi ilə bağlı dəyişiklik edildiyi zaman da təbii ki də bunların hər biri manual olaraq nəzərə alınır. Və yoldaşlar bu tip çətinlikləri biz nəzərə alaraq və bunları əsas hədəf götürərək bu şəkildə bir proyekt hazırlamışıq. Və əsas hədəfimiz, məqsədimiz də budur ki, maksimum dərəcədə avtomatlaşmış bir rejimdə işləməsi üçündür. Hansı ki, periodların uzanması, staj məlumatlarına görə, yəni staja görə məzuniyyət günlərinin avtomatik təyin olunması olsun. Həmçinin uşaqlı qadınların, uşaqların yaşları və s. artdıqca 14 yaş keçdikcə hansı ki, əmək qanunvericiliyində qeyd olunan nəzərə deyirəm. Və bunların hər biri yoldaşlar bu nəzərə alınır bu faylda və yenilənmə olduğu zaman hər bir avtomatik təyin olunur və bu şəkildə istifadəçi ən az əməliyyat icra etməklə məzuniyyət günlərini ən optimal şəkildə idarə etməyi bacarır. Yoldaşlar, Excel burada bir interfeysdir. İlk öncə onu demək istəyirəm. Yəni ki, Excel özündə hal-hazırda heç bir məlumat saxlamır. Yəni ki, misal işçilərin məlumatları olsun, onların hansı məzuniyyət günləri var, nə qədər qalıqlar var, istifadə edilmiş əmrlər və s. Bunların hər biri yoldaşlar Exceldə saxlanılmır. Bu sistem üçün bu şəkildə ən minimal olaraq, başlanğıc olaraq daha doğrusu biz Access Database-indən istifadə edirik. Yəni hal-hazırda biz Excel vasitəsilə müəyyən əməliyyatlar icra etdiyimiz zaman onlar Access Database-inə ötürülür və yeri gəldikdə də eyni qaydada o məlumatlar Access Database-indən geri qaytarılır. Və bu şəkildə yoldaşlar Excel-də hər hansı bir məlumat saxlamırıq. Bundan əlavə yoldaşlar həmçinin bu proseslər, yəni Excel-də olan proseslər sadəcə müəyyən əməliyyatlardır. Məzuniyyət əmrlərinin verilməsi, işçilərin qəbul olması, xitam və s. Lakin hesabatlıq və həmçinin də təhlil və analiz üçün isə yoldaşlar biz bu prosesdə deməli report hazırlamışıq. Yəni bir Power BI report hazırlamışıq. Birazdan onu da göstərəcəm. Hər iki halda yoldaşlar bu fayllar Access Database-nə bir database olaraq istifadə edir və məlumatları oradan gətirir. Yoldaşlar, o zaman gəlin nə olması baxımından bir neçə dənə proses icra edək və gedişata baxaq. Yoldaşlar, sistemə daxil olarkən biz istifadəçi adımızı və şifrəmizi yazmalıyıq. Bu yoldaşlar həmin qurumda, şirkətdə artıq öncədən təyin olunmuş istifadəçilər və şifrələri ilə daxil ola bilirlər və istifadəçilər 3 əsas kateqoriyada admin, həmçinin redaktor, yəni editor, həmçinin də viewer, yəni ki, sadəcə baxmaq üçün daxil ola bilərlər. Hal-hazırda mənim yazacağım bu istifadəçi adı və şifrə bu fayl üçün, bu qovluq üçün belə deyək, editor akkauntudur və bu şəkildə daxil olduqdan sonra yoldaşlar bizi ilk öncə bu şəkildə bir səhifəyə yönləndirir. Dostlar, bu səhifədə səhifə ümumi olaraq default olaraq boş olur təbii və özündə bir neçə dənə prosesi deməli cəmləyir. Dostlar, bu bizim iş sahəmizdir. Biz burada hesabatlar və s. hazırlayırıq. Lakin əməkdaşlar, məzuniyyətlər və digər proseslərlə bağlı olan əməliyyatlar isə bunlar artıq user formlar üzərindən aparılır. Bu da həmçinin təhlükəsizliyi və səhv etmə deməli ehtimallarının qarşısını maksimum dərəcədə azaltmaq üçün deməli istifadə oluna bilər və demək olar. Yoldaşlar, ilk öncə əməkdaşlardan başlayırıq. Hansı ki, hər bir prosesi maksimum dərəcədə biz alt proseslərə bölmüşük. Fikir versəniz, əməkdaşlar, işə qəbul, xitam, şəxsi məlumatlar, onların staj məlumatları, uşaqların məlumatları və s. hamısı arxa-arxaya, yəni ki, buradan idarə oluna bilər. Yoldaşlar, bir ədəd gəlin işə qəbul edək və sonra digərlərinə keçəcəyik. Misal, işə qəbul etmək istəyirəm bir test bir deməli işçi. Hansı ki, belə bir PIN kod yazaq və ad soyad təyin edək. Misal, Kamran Əliyev, ata adı Vahid və s. Yoldaşlar, növbəti addımda bizdən həmin işçinin, yəni strukturunu, hansı ki, hansı şirkətdə bu faylda yoldaşlar biz bir neçə şirkəti də eyni yerdə toplaya bilərik. Onların departamenti, şöbə, qrup və vəzifəni bu şəkildə bölgü olaraq biz yaza bilərik. Misal üçün, yoldaşlar, İTS şirkətində analitika departamentində
analitika departamentində, digərlərini yaza bilərsiniz. Vəzifəsi də analitikdir və vəzifə kateqoriyası isə ixtisaslı və ya ixtisassız, yəni ki, mütəxəssis yoxsa digər kateqoriya, misal ixtisaslı olsun və yoldaşlar bu edildikdən sonra biz bunu yəni struktur təyin edildikdən sonra əlavə et düyməsinə klikləyirik. Yoldaşlar, əgər təbii öncədən eyni, yəni departamentdə eyni şöbəyə biz məlumat da və ya ki, yeni bir işçi qəbul ediriksə, təbii o zaman bu şəkildə bir mesaj çıxmır qarşımıza, yəni ki, struktur mövcud olmaması ilə bağlı. Amma əks təqdirdə struktur öncədən mövcud deyildisə, həmin vəzifə artıq bu sistemdə bizə bir mesaj verir ki, bu da daxil edildi, ikinci dəfə artıq məndən istəməyəcək. Və yoldaşlar, işə başlama tarixini yazırıq və işə başlama tarixi, misal bugün olsun, kişi olsun, həmçinin evli yazaq. Və yoldaşlar, baxın, artıq burada uşaqların məlumatlarını əlavə edə bilərik. Uşaqlar əgər varsa, onların doğum tarixləri ilə deməli və sağlamlıq vəziyyəti ilə bağlı olan məlumatlar artıq nə qədər uşaq varsa, hamısı burada deməli qeyd olunmalıdır. Yoldaşlar, staj məlumatları, onu demək yadımdan çıxdı, uşaqlarla bağlı olan məlumatlar düzdür, kişi və yəni kişi işçilərimizdə çox da bəlkə də önəm daşımaya bilər, lakin qadın işçilərdə yoldaşlar bu artıq önəm daşıyır. Çünki qanunvericiliyə əsasən biz qadınların, yəni ki, uşaqlı qadınların məzuniyyətinin ayrıca bir kateqoriyası var və onlara 2 və 5 gün müddətinə də əlavə məzuniyyət də verilir. O səbəbdən dediyim kimi qadınlarda daha çox önəm daşıyır. Staj məlumatları ola bilər yoldaşlar. Bu da eyni qaydada əməkdaşın əgər əvvəlki stajları, yəni ki, ümumiyyətlə ümumi stajı 5-10 il arası, 10-15 və 15-dən yuxarıdırsa, hər biri üçün müvafiq olaraq 2-4-6 təyin edilə bilir. Və bunu da yoldaşlar biz öz əlimizdən deyil də sadəcə staj məlumatlarını bu şəkildə daxil etdiyimiz zaman, misal üçün biraz artıq bir staj qoyaq, fərz eləyək, bitmə tarixi də 2026 olsun, 6 illik, yəni 5 illik keçən və kateqoriyası nəzərə alınan olmalıdır yoldaşlar. Bu da eyni qaydada bəzi staj müddətləri var ki, xüsusilə sosial məzuniyyət və s. o zaman nəzərə alınmır, amma bu nəzərə alınan bir staj olsun. Əlavə et dediyimiz zaman məlumat əlavə edilir. Və yoldaşlar, məzuniyyət seçimləri ən sonuncu prosesdir və burada biz artıq işçinin ən minimal məzuniyyət tiplərini seçirik. Yoldaşlar, əsas məzuniyyətini təyin edirik. İxtisaslı olduğu üçün 30 gün deyə bilərik və yoldaşlar, digərlərinə baxsanız, baxın, əmək stajına çevirirəm, artıq burada 2 gün əlavə olduğunu görə bilərsiniz. Bunun səbəbi nədir? Hansı ki, staj məlumatı işçi üçün 6 ildən, yəni ümumiyyətlə 5 ildən yuxarıda 6 ildir. O səbəbdən, baxın, burada əmək stajı avtomatik olaraq seçilibdir. Və yoldaşlar, digər məsələlər də eyni qaydada uşaqlı qadın ola bilərdi, Qarabağ ola bilərdi, yəni Qarabağda çalışan mütəxəssis ola bilərdi. Bu zamanda seçimlərinizi etməliydiniz. Yoldaşlar, bundan sonra isə artıq yəni minimal məlumatlarımız yazılır və əlavə et düyməsi klikləndikdən sonra məlumatımız əlavə olunacaqdır. Yoldaşlar, hətta gəlin şəxsi məlumatlardan da buna baxa bilərik. Hansı ki, biz Kamran deyə qeyd eləmişdik və Kamran deyək. Baxın yoldaşlar, bütün məlumatların hamısı burada deməli əks olunubdur. Yoldaşlar, həmən keçək İndi isə məzuniyyətin verilməsinə. Dostlar, məzuniyyət bölməsini bu düyməsini klikləyirəm və bu məzuniyyət bölməsində əsas 4 istiqamət üzrə yeni məzuniyyətin verilməsi, dəyişiklik, hansı ki məzuniyyət günlərinə dəyişiklik ola bilər və yaxud ki əmək müqaviləsinə dəyişiklik ola bilər və bu özünü məzuniyyətdə də göstərə bilər. Hansı ki belə bir şey yoldaşlar əmək şəraitinə görə, iş şəraitinə görə müəyyən əlavə stajlar vardır ki, onları yoldaşlar dəyişə bilərik, artıra bilərik və ya azalda bilərik. Bunların hamısı dəyişikliklərdə göstərir özünü və yaxud da ki, yoldaşlar uşaqlı qadınlarda xüsusilə də yeni uşaq doğulduğu zaman və sayları 2 və 3-dən artıq olduğu zaman kimi hallarda da eyni qaydada bəzi məsələləri buradan idarə edəcəyik. Məzuniyyət planlaması yoldaşlar ümumiyyətlə işçilərin nə zaman məzuniyyətə çıxdığını bir siyahı olaraq bizə göstərir. Həmçinin yoldaşlar yenə də xüsusilə uşaqlı qadınlar, ümumiyyətlə qadınlarla bağlı olan sosial məzuniyyətlər də və bunların idarə olunması da bu bölmədən icra olunacaqdır. Yoldaşlar, burada məzuniyyət əmrinə klikləyirəm və bir əməkdaşa, misal test 10 adında bir əməkdaş götürək. Və burada dostlar, biz hər hansı bir əməkdaşı seçdiyimiz zaman, ondan öncə deyim, həmin işçinin hansı məzuniyyət kateqoriyaları üzrə ona məzuniyyət düşür, onların hamısı burada göstərilir. Misal üçün fikir versəniz, bu şəkildə bir əməkdaş seçilir və onun ümumiyyətlə 30 günlük bir məzuniyyəti var, hansı ki onun periodları burada göstərilibdir. Hətta həmin o periodlarda, həmin 30 gün nə qədər istifadə olunubdur, nə qədər qalğı var, hesablanan nə qədər hamısı göstərilir. Həmçinin bu əməkdaşın Qarabağda çalışmasına görə də əlavə 5 günü var.
və bu tarixə qədər də hesablanmış nə qədərdir və istifadə edilmiş nə qədərdir hamısını göstərir. Və bu şəkildə yoldaşlar bu proseslər idarə olunur. Misal yoldaşlar, mən istəyirəm ki, bu əməkdaşa 30 gün məzuniyyətindən artıq 14-ünü istəyib 4 qalıbdır. Bu 4-ün hamısını və ya ki bir hissəsini deməli istifadə etsin. Yoldaşlar bunu seçirik, artıq periodu bölməsində seçirik. Əmrin nömrəsini yaza bilərik. Fərz eləyək belə bir əmr nömrəsi yazırıq və yazmaya da bilərik, yəni məcburi deyil. Amma yazsaq təbii ki də bizim üçün bir məlumat olacaq və başlama tarixi yoldaşlar ayın 5-dən fərz eləyək ayın 7-sinə qədər 3 günlük bir məzuniyyət götürülsün. Yoldaşlar başlama bitmə tarixlərində sual yarana bilər ki, bəzi tarixlərdə biz bilirik ki, misal yanvarın 1-2-si qeyri-iş günü sayılan bayram günüdür. Əgər elə olduğu təqdirdə bəs necə olacaqdı? Onları da sayırmı? Yoldaşlar qabaqcadan öncədən yəni bu faylda təyin olunur və o da idarə olunan bir prosesdir. Biz ümumiyyətlə qeyri-iş günü sayılan bayram günlərini, ümumiyyətlə məzuniyyətin uzadılmasına təsir edən o günləri öncədən bu faylda qeyd edə bilirik. Misal yoldaşlar, gəlin yeri gəlmişkən test eləyək. Misal üçün, mən ayın 1-dən ayın 4-nə qədər məzuniyyət yazdığımız zaman normalda bu 4 günlük məzuniyyətdirsə, lakin baxsanız burada 2 günlük bir məzuniyyət təyin olunmuş olacaqdır. Bunun da səbəbi nədir yoldaşlar? Təbii ki də ayın 1-i, 2-si bayram gününə düşür. O səbəbdən 3-ü və 4-ü ancaq bizə sayılacaq. 5-i və 7 sarısını seçirəm bayaq olduğu kimi. Və yoldaşlar, burada artıq baxın, indi 14-dür hal-hazırda istifadə edilmiş məzuniyyət. 3-ü də üzərinə gəldiyi zaman təsdiq et deyirəm. Proses icra olunur və ən sonda yoldaşlar, baxın, mənə 17-ni burada göstərmiş olur və qalığı da həmçinin bir yazmış olur. Dostlar, burada həmçinin həmin işçi ilə bağlı, yəni seçilən işçi ilə bağlı məzuniyyət əmrlərini də görə bilərik, əvvəlki məzuniyyət əmrlərini. Baxın, məzuniyyət əmrlərini kliklərəm. Fikir versəniz, baxın, nə qədər bayaq verdiyimiz o iri 456 yazdığımız da burada da həmçinin bütün periodlar, nə qədər gün götürülüb, başlama bitmə tarixi, əmrin nömrəsi və statusu ilə bağlı olan bu şəkildə bir əmrlər toplusunu görə bilərsiniz. Yoldaşlar, bunlardan hər hansı birini siz geriyə də çağıra bilərsiniz. Misal üçün, baxın, bir günlük məzuniyyət götürübdür. Fərz eləyək ki, bu sonradan əmr verildi və bu müəyyən bir qeydlər vasitəsilə məzuniyyətdən geri çağırıldı. Yəni ki, bu məzuniyyət geri qaytarıldı. Bu zaman geri çağırma əməliyyatını icra edə bilərsiniz və burada təsdiqlə düyməsini klikləyəndə baxın, artıq həmin o bir gün geri çağırma olaraq qeyd olunur burada və yoldaşlar, bağla dediyimiz zaman isə baxırıq indi. Yoldaşlar, indi fikir versəniz, məzuniyyət əmrini yenidən göstərəcəm. Bu, əmək şəraitinin şərtlərinə görə olan bir proses idi. Hansı ki, burada bu əmək şəraitinə görə olan bir məzuniyyət tipidir və bu bayaqları xatırlayırsınızsa burada yəni ki, istifadə edilmiş 1 göstərirdi. Lakin hal-hazırda baxın, yenidən 0 oldu və 4 olmuş oldu. Dostlar, xüsusilə onu seçmək istədim. Çünki bəzi işçilərimizdə seçilən məzuniyyət və digər məzuniyyət bölməsi yaradılır. Hansı ki, baxın, o bəzilərində yoxdur. Onun olmasının səbəbi nədir yoldaşlar? Baxın, bu tarixə qədər, yəni ki, 9 yanvara qədər əslində bu işçidə əmək şəraitinin şərtlərinə görə 6 günlük bir əlavə məzuniyyət olubdur bu tarixdən etibarən. Lakin ayın 9-u artıq o sonlandırılıbdır və sonlandırıldığı üçün isə yoldaşlar, o artıq onun məzuniyyət kateqoriyalarına daxil olmadığı üçün, lakin silinmədiyi üçün bu şəkildə digər məzuniyyətlər altında göstərilir. Yoldaşlar, yenidən məzuniyyət əmrlərini göstərib də eyni qaydada bu əsas məzuniyyətə, 30 günlük məzuniyyətə deməli daxil olan bu 3 günlüyü də silmək istəyirəm. Misal 10 gün deyək və təsdiqlə düyməsinə klikləyəndə baxırıq yoldaşlar, artıq baxın 14-ə düşmüş oldu və qalıq da yenidən 4 olmuş oldu. Bu şəkildə yoldaşlar məzuniyyət əmrlərini də idarə edə bilərsiniz. Bundan əlavə hesabatlıq bölməsi var. Hansı ki yoldaşlar, misal biz burada müəyyən hesabatlıqları və s. icra edə bilərik. Yoldaşlar, misal üçün periodlar üzrə məzuniyyət günlərinin göstərilməsi. Dostlar, periodlar üzrə məzuniyyət günləri klikləyirəm, proses icra olunur və bu mənə bu şəkildə bir fayl və ya ki bir hesabat hazırlamış olur. Bu nə hesabatıdır yoldaşlar? Aktiv işçilər üzrə işçilərin günləri, yəni adları qarşısında hansı tip kateqoriyadan yəni məzuniyyət var, o həmin onların periodu və qarşısında isə yoldaşlar həmin period üçün hesablanmış, istifadə edilmiş və balansında olan qalıq dəyərləri görə bilərsiniz. Yoldaşlar, bitmiş də ola bilər. Ümumiyyətlə, təmiz istifadə edib bitiribdir. Hər birini mənfiyə gedən, yəni ki, misal üçün heç bir şey hesablanmamışdır normalda məzuniyyət. Lakin həmin o məzuniyyət günlərini 2 gün istifadə etdiyi üçün artıq mənfiyə düşübdür və digərləri də zaten qaldığı yerdən davam edir.
Yoldaşlar, hesabatlıqda başqa eyni qayda məzuniyyət əmrlərini görə bilərik. Misal üçün, mən istəyirəm ki, təsdiq edilmiş məzuniyyət əmrlərini görüm. Bu şəkildə baxın, görə bilərsiniz. Hansı ki, bayaqları teston üzərindən edirdik, səhv etmirəmsə. Baxın, o testonun indi həmçinin də geri çağırılmış məzuniyyət əmrlərini də görə bilərsiniz. Teston deyil deyəsən, İRI 456 Sənan imiş. Bu şəkildə baxın, həmin məzuniyyətləri də həmçinin görə bilərik. Dostlar, hesabatlıq bölməsində eyni qaydada məzuniyyət planlamaları, xitam siyahıları, sosial məzuniyyət və həmçinin digər proseslər də və hesabatlıqlar da mövcuddur. Və həmçinin yoldaşlar, məzuniyyət bölməsinə geri qayıdıram və burada mən sizə dəyişikliklə bağlı olan bir proses göstərmək istəyirəm. Yoldaşlar, dəyişiklik prosesi də elə bir prosesdir ki, hansı ki burada siz məzuniyyətin bölgüsünü apara bilərsiniz. Nə deməkdir bu yoldaşlar? Belə göstərək. Baxın, belə bir işçi seçimi edirəm və yoldaşlar, bu işçi seçimində 21 günlük bir məzuniyyəti var. Hansı ki 2024-cü ilin yanvarın 5-dən işə qəbul olubdur və o gündən bu günə də heç bir dəyişiklik yoxdur və periodları da avtomatik artıla gedibdir. Lakin burada yoldaşlar, belə bir şey etmək istəyirəm. Misal, mən ayın 10-udur və ayın 10-unda artıq əmr təsdiqlənir ki, bu işçi artıq bu gündən etibarən artıq 30 günlük bir məzuniyyəti, yəni belə deyək, ixtisası və ya ki vəzifəsi artır. Fəxri kateqoriyasından, yəni ki, ixtisaslı kadra keçir və o səbəbdən də onun məzuniyyəti artıq bundan sonra 30 gün olacaq. Yoldaşlar, bunu seçim etdikdən sonra və təbii ki də məzuniyyətin dəyişiklik tarixini də əlavə edirik. Və yoldaşlar, baxın, digərlərini görə bilərsiniz burada, əmək şəraitlərinə görə məzuniyyət, həmçinin Qarabağda çalışan və s. Və yoldaşlar, baxın, bu tarixdə, bu perioda, bu period seçməsək də olar təbii ki də və dəyişiklik dediyimiz zaman proses icra olunur və o icra olunduqdan sonra yoldaşlar, baxın, bayaqları 05 yanvar 2026-dan 05 yanvar 2027-yə qədər idisə, lakin bu səfər yoldaşlar, fikir verin, artıq ayın dəyişiklik tarixinə qədər 21 gündən hesabladı və dəyişiklik tarixindən sonra isə 30 gündən hesablanmış oldu. Və yoldaşlar, bu yəni ki, dəyişiklik həmçinin də məzuniyyət əmrlərində də özünü göstərir. Baxın yoldaşlar, məzuniyyət əmrlərində 30 günə gətirirəm, yəni ki, həmin işçini seçirəm. Fikir verin, ayın 10-na qədər 21 gündən hesablanan məzuniyyət olacaq və ondan sonra isə 30 gün olaraq hesablanacaq və qarşısında bu şəkildə göstərilmiş olacaqdır. Bu da bu şəkildə yoldaşlar bir prosesdir və önəmli bir prosesdir. Təbii ki də bu da bu şəkildə icra olunur. Videonun da başında dediyim kimi yoldaşlar, artıq periodların falan artırılması da eyni qaydada deməli avtomatik olaraq gündə bir dəfə update olunur. Son olaraq yoldaşlar, istəyirəm ki, xitam prosesinə də baxaq və xitam prosesində misal belə bir işçini seçirəm, teston və xitam tarixi təyin edirəm. Və yoldaşlar, xitam tarixini təyin etdikdən sonra və xitam maddəsi də seçək. Və yoldaşlar, baxın, burada qalıq günü görə bilərsiniz. Yoldaşlar, bu qalıq gün işçinin istifadə etmiş yəni məzuniyyətləri, bir də hesablanmış məzuniyyət var. Hesablanmış məzuniyyətdən istifadə edilmişi çıxılır və əsas məzuniyyətlər üzrə bu şəkildə 2 gün olduğunu burada göstərir. Və yoldaşlar, bundan sonra biz xitam düyməsinə kliklədiyimiz anda o da artıq yəni ki, xitam, yəni bu işçini xitam etmiş olur və biz heç bir şəkildə, heç bir yerdə bunu görmürük. Yoldaşlar, bu qalıq günü istəyirsiniz, mən göstərmək istəyirəm sizə ki, hardan gəlir. Həmən bu şəkildə məzuniyyət əmrlərinə geri qayıdıram. Test 10-u seçirəm yoldaşlar və bu test 10-da baxın, hansı ki fikir verin, bu təbii ki də 2 gün əlavə uşaqlı qadınlara aiddir. Hansı ki əlavədir, heç bu sayılmır. Lakin baxın, əsas 30 gün məzuniyyətdə hesablanmış 13 gün idi bu günə qədər. Hansı ki istifadə edilmiş 11-dir və qalıq 2 olan həmin bu qalıq 2-dir. Hansı ki biz onu orada görmüş olduq. Yoldaşlar, bu şəkildə də eyni qaydada xitam əməliyyatını icra edə bilərsiniz. Yoldaşlar, bu bizim Excel faylımızdır. Hansı ki videonun əvvəlində dediyim kimi biz bunun vasitəsilə ümumi olaraq məlumatlarımızı proseslərimizi idarə etmiş oluruq. Və bu hesabatlığı var, kiçik bir hesabatlığı var. Lakin bunun daha fərqli və daha göz oxşayan, belə deyək, bir hesabatı isə biz Power BI-dadır. O səbəbdən mən Power BI-yi açım. Dostlar, bu şəkildə bir hesabatdır. Hesabat bir neçə səhifədən ibarətdir. Həmən hesabatı keçid edirəm. Yoldaşlar, ilkin səhifədə bu şəkildə ümumi bir göstəricilərdir. Hansı ki, nə qədər aktiv işçi sayımız var,
xitam sayı, qalıq günlər, əmrlərin sayı, məzuniyyət çeşidliliyi və sair görə bilərsiniz. Həmçinin strukturlar üzrə istifadə edilməmiş günlər, istifadə edilmiş daha doğrusu günlər, həmçinin ən çox məzuniyyət qalığı olan işçilər və digər məlumatları burada görə bilərsiniz yoldaşlar. Həmçinin digər səhifələr var, hansı ki bu səhifələr yoldaşlar məzuniyyət planlaması ilə bağlı olan deməli səhifələrdir. Xüsusilə bu şəkildə hansı işçi hansı dövrdə, hansı periodda, hansı ayda deməli məzuniyyət çıxacaqdır. Bu şəkildə görə bilərsiniz. Həmçinin məzuniyyət əmrləri ilə bağlı hansı məzuniyyət əmrləri indiyənə qədər verilibdir, onların təsdiq olunmuşu, təsdiq olunmamışı, yəni geri çağırılmışını həmçinin baxa bilərik bu şəkildə. Həmçinin məzuniyyət tipləri üzrə təbii ki, kateqoriyalaşdıra bilərsiniz. Misal üçün 21 günlüklər üçün hansı məzuniyyətlər əmrləri verilibdir və s. və axır. Həmçinin yoldaşlar, əməkdaşların övladları ilə bağlı, stajları ilə bağlı da müəyyən table, yəni ki, cədvəl variantında da bu şəkildə məlumatları görə bilərsiniz. Yoldaşlar, həmçinin burada onu demək istəyirəm ki, Power BI da eyni qaydada Excel-ə bağlı deyil. Bu birbaşa Access database-nə, yəni ki, fərq etməz, yəni burada Access-dir və s. digərləri bu database-ə bağlı olduğu üçün də eyni qaydada Excel-də edilmiş hər hansı bir prosesin dəyişikliyi burada sadəcə refresh əməliyyatı vasitəsilə həmin burada göstərilə bilər. Misal üçün, mən ümumi olaraq refresh düyməsinə klikləyirəm. Baxın yoldaşlar, ümumi olaraq, yəni mənzərə biraz daha dəyişmiş oldu. Hansı ki, istifadə edilən məzuniyyət və s. oldu. Hətta aktiv işçi sayı da baxın, biraz daha artdı. 102 olmasının səbəbi yoldaşlar odur ki, bu refresh zamanı, daha doğrusu bu refresh etməmişdən əvvəl yəqin ki, bir ədəd işçi də əlavə etmişəm. O səbəbdən burada birbaşa 102-yə qalxmış oldu. Dostlar, bu şəkildə refresh əməliyyatı da, yəni ümumiyyətlə Power BI ilə bağlı olan məsələlər idi. Yoldaşlar, yekun olaraq demək istədiyim budur ki, bu şəkildə məzuniyyətin idarə olunması faylını siz əldə edə bilərsiniz bizdən. Biz bunu həm Excel, təbii ki, Excel tərəfini, Access database-ni və istədiyiniz database-i, həmçinin yoldaşlar Power BI-yi da bir, necə deyirlər, paket şəklində biz bunun satışı ilə məşğuluq artıq. Əsas hədəfimiz kiçik və orta bizneslər üçündür. Həmçinin də bu prosesə ehtiyac olan və müqabilində bundan yola çıxaraq digər proseslərdə də eyni qaydada bu şəkildə biznes həllər qoyuruq ortaya. Əgər sizə də maraqlı olarsa, əlaqə saxlaya bilərsiniz bizimlə və bu şəkildə bu faylları bizdən əldə edə bilərsiniz. Yoldaşlar, gələcək proyektlərdə görüşənədək.